Atası ilə münasibəti pis olan və davamlı savaşan qızları iki yerə ayırmaq olar. Birincisi, həqiqətən də atasından fiziki və psixoloji olaraq zərər görmüş qızlar. İkincisi isə atasına anasının gözü ilə baxan qızlar. Birincisində hər şey ortadadır və fərqinə varmaq rahatdır. İkincisində isə biraz işlər çətinləşir. Çünki burada üç insandan söhbət gedir. Sən atana öz gözünlə deyil, ananın gözü ilə baxmısan. Atanın anana etdikləri və yaxud da etmədiklərinə görə ata obrazını dəyərləndirmirsən. Və yaxud da atanı özün tanımamısan. Ananın sənə onun haqqında dedikləri, neqativ fikirləri və yaxud da öz baxış bucağını birbaşa olaraq götürmüsən. Və çox vaxt seanslarda bu qızlar bir yerdən sonra fərqinə varırlar. Mənim atam əslində pis biri deyildi. Mənə və yaxud da evdəki bacı qardaşıma çox yaxşı davranırdı. Onun məsələsi anamla idi. Bu fərqindəlik çox dəyərlidir. Çünki sən davamlı atana ananın gözü ilə baxmağa başlasan, heç vaxt münasibətini düzəldə bilməyəcəksən. Və əksinə ikili münasibətlərində də ananın düşdüyü vəziyyətə düşmə ehtimalın da bir o qədər yüksəlmiş olacaq. Ona görə özün dəyərləndir. Ataya bir də öz gözünlə bax.